Salam dəyərli şagirdlər. Bu videomuzda yeni bir dərsə başlayırıq. Səhifə 9-un izahına baxırıq. İzaha keçməmişdən əvvəl bir elanı nəzərinizə çatdırım. Onlayn dərslərimizə siz də qoşulun. Qoşulmaq istəyirsinizsə, yəni qeydiyyata davam gedir. Hələ vaxt var, qeydiyyat gedir. Ona görə 050 776 49 44 nömrəsinə WhatsApp vasitəsilə yaza bilərsiniz. Diqqətiniz üçün təşəkkür. Mövzuya keçək. Deməli, rasional ədədlər. Artıq siz bu il bu birinci ilk dərsimizdə yeni 2 dənə sözlə tanış olacaqsınız. Mənfi kəsirlər. Siz mənfi ədədlərin nə olduğunu bilirsiniz. İndi bu günləri elə onun oxşarı olan, bənzəri olan mənfi kəsirlərin nə olduğunu öyrənəcəyik və rasional ədədlər nədir, onu da öyrənəcəyik. Yaxşımı? İlk öncə başlayaq. Araşdırma və müzakirə hissəsindən başlayıram mən. Deməli, bizə deyir ki, şəkildə bütün obyektlər bir düz xətt üzərində yerləşir. Kitabxana və market, məktəb və muzey dayanacaqdan eyni məsafədədir. Bir daha deyirəm, kitabxana və market. Kitabxana ilə hanı market? Market, aha, buradadır. Kitabxana ilə market, altından bir dənə xətt çəkək. Muzey ilə məktəbdə, muzey və məktəb. Bunu da altından 2 dənə xətt çəkək, o yadımızda qalsın deyə. Dayanacaqdan eyni məsafədə yerləşir. Bu obyektlərin birinin koordinatına görə digərinin koordinatını necə tapmaq olar? Necə tapmaq olar? İndi onu deyərik. Bank və aptekin dayanacaqdan eyni məsafədə yerləşir. Necə izah etmək olar? Bax, fikir verin. Bank və aptekin. Bank və aptekdə, aha, belədir. Deməli, diqqətlə baxaq şagirdlər. Deməli, necə biz edəcək? Bax, nə deməkdir bu? Fərz edin, bir dənə sonsuz ox var. Bu oxun mərkəzi 0 nöqtəsidir. Hansı nöqtədir? 0 nöqtəsi. Bu fikir verin, bu 0 nöqtədir. Yəni dayanacaq, şəkildəki dayanacaq. Yəni bundan sağ tərəfə də baxsan, sol tərəfə də baxsan, eyni addımlar var. Bax, fikir ver. Dayanacaqla məktəb arasında 2/1 vahid məsafə var. Deməli, muzey ilə də arasında 2/1 məsafə var. Amma axı bunların deyəcəksiniz, müəllim, axı bildim. Bunların arasındakı fərq eynidir. Bildim. Axı yerləri eyni deyil. Hər ikisini mən 2/1 desəm, axı yanlış bir şey olar. Məsafə eynidir. Axı yerləşmə mövqeləri fərqlidir. Axı ona görə biz sıfırın sağ və solunda ayrı olduğunu eləmək üçün sıfırdan sağda yerləşənlər müsbət ədədlər, sıfırdan solda yerləşənlər isə mənfi ədədlər. Deməli, muzeyin koordinatı mənfi 2/1-dir. Yaxşımı? Kitabxananın koordinatı mənfi 1/2/1-dirsə, marketdə onunla 0-dan arasındakı məsafə eynidirsə, deməli bu müsbət 1/2/1 olacaq. Yaxşımı? Bank və aptekin eyni məsafədə yerləşdiyini necə izah etmək olar? Bax, fikir ver. 0-la bunun arasında 2/4/1, bununla da bunun arasında 2/4/1 məsafə. Deməli, bunlar eyni məsafədə yerləşirlər dayanacağa. Yəni, mənfi bunun 0-ın solunda olduğunu göstərir. Vəssalam, bu deməkdir. Mənfi ədəd bu deməkdir. Mənfi kəsir, bax, bu deməkdir. Yəni, 0-ın solunda olan kəsirlər. Yaxşı, bax, bu şəkildə mövzunu başa düşmək olar. Yəni, mənfi deyəndə 0-ın soluna gedirik. Yəni, ədəd oxunun əvvəlinə. Amma müsbət deyəndə sağa tərəf gedirik. Yaxşımı? İndi baxaq. Mənfi və müsbət ədədlər. Yəni, 0-dan sağa getdikcə ədədlər böyüyür, 0-dan sola getdikcə ədədlər nə edilir? Kiçilir. Yaxşımı? Ümumiyyətlə, sağ tərəfə getdikcə ədəd böyüyür, sol tərəfə getdikcə isə ədəd nə olur? Kiçilir. Yəni, indi qaydamıza əsasən də danışaq biraz. Qaydamıza əsasən müsbət və mənfi ədədlərdə belə bir şey deyə bilərik ki, 0-dan böyük ədədlər. Bax, yenə deyəm, burada görsən 0-ı gördünüz burada. 0-dan böyük ədədlər müsbət ədədlərdir və yaxud kəsirlər müsbət kəsirlərdir. Müsbət ədədlər işarəsizdir. Məsələn, müsbət 4-də 4-də. Ona görə də ədəd oxu çəkəndə müsbətlərin qabağına müsbət qoymuruq. Onlar işarəsiz yazılır. Yəni, işarəsi olmayan bil ki, müsbət deməkdir. Amma mənfinin qabağında hökmən mənfi yazılmalıdır. Mütləq. Müsbət kəsirin əksi mənfi kəsirdir. Yəni, uşaqlar, biz, bax, tərs ədədlər biz bilirik. Məsələn, 5-2 ilə 2-5 tərs ədəddir. Amma əks ədədlərsə mənfi müsbət ədədlərdir. Məsələn, 5-2-nin əksi hansı ədəddir? Mənfi 5-2. Bir daha deyirəm. 5-2-nin tərsi 2/5, əksi isə mənfi 5-2-dir. Yəni, əks ədədlər işarəsinə görə fərqlənən ədədlərə deyilirmiş. Yaxşımı? Aydın oldu? Bu şəkildə. Mənfi kəsirlərdə 0-dan balaca olan ədədlərdir. Eynilə də qarşılıqlı qarışıq ədədlər falan indi bunlarda deyəcək. Yaxşımı?
Yəni məsələn bu iki ədəd qarşılıqlı əks ədəd sayılır və bunların cəmi də sıfıra bərabər olur hər zaman. Və onlar sıfır, ədəd oxunda sıfırdan eyni məsafədə yerləşirlər. Aydın oldu uşaqlar? İndi burada fikirləş mövzusu var. Fikirləşə baxaq. Fikirləşdə deyir ki, ədəd oxunu istifadə etməklə mənfi 4-də 3-ün, mənfi 4-də 3 olduğunu izah etmək. Bax, fikir ver uşaqlar. Məsələn, mən sizə yazıram 5. Deyirəm, gedin ədəd oxunda 5-i tapın. Siz də qayıdıb deyirsiniz ki, müəllim, ədəd oxunda 5 budur. Bunun qabağına mənfi atsam, deyirsiniz ki, müəllim, bunun mənfi o deməkdir ki, ədəd oxunda başqa bir 5 də var, amma onun qabağında mənfi var. Yəni, sıfırdan 5 vahid məsafədə olub, amma solda yerləşən. Yəni, buradadır, bax, buradadır. Mənfi 5 buradadır. İndi mənfi 4-də 3 var. Mənfi 4-də 3, bax, budur, görürsünüz uşaqlar. Mənfi 4-də 3-ün özüdür bu. Bunun qabağına bir dənə mənfi atıram. Yəni, bundan eyni məsafədə yerləşən sıfırın o əks tərəfində olan. Yəni, qayıdıram bu tərəfə. Həmin 10-a bərabərdir. Yaxşı, mən keçən dərsimizdə dedim. Uzun sözün qısası. Bax, 2 dənə mənfini toqquşan görsün. Bax, lor dildə deyirəm. Bu riyazi dil deyil. Sadəcə başa düşmək üçün deyirəm. Bu qayda deyil. Aydınlaşdırmaq üçün deyirəm. Mənfi toqquşmasını görəndə bir o müsbətə çevrilir. Məsələn, mənfi 5 nəyə bərabər oldu? Müsbət 5-ə. Mənfi 10-da 2-nin qabağında mənfi olarsa bu nəyə bərabər olar? Müsbət 10-da 2-yə. Və bu şəkildə. Aydın oldu? Əla. Çalışmalarımıza baxaq. Çalışmalarımızdan da bir-iki dənə həll eləyək. Yenə deyirəm də bilirsiniz. Yəni mən çalışmaların hər birini həll eləmirəm. Əsasları göstərirəm, nümunə göstərirəm, özünüz həll edirsiniz. Yəni köçürtmə olmasın deyə. Ədalətli bir dərs mühiti, dərs aurası yaransın deyə. Baxaq. Verilənlərdən ayrılan ədədlər arasında müsbət ədədləri, mənfi ədədləri müqayisə edin. Müsbət ədədləri müqayisə edək, mənfi ədədləri müqayisə edək. Aha, diqqətlə baxaq. Siz müsbət ədədləri artıq onsuz da müqayisə edə bilirsiniz. Düzdürmü? Müsbət məsələn 3-də 5 ilə 2-də 9-u siz artıq bunun qabağında görürsən müsbət yazılmır, amma bu müsbətdir. Yaxşı, siz çaşdırmaq üçün belə yazılır. Müsbət ədədləri onsuz siz müqayisə edə bilirsiniz. Gəl mən sizə mənfi ədədləri müqayisə eləməyi göstərim. Bax, diqqətlə qulaq asaq şagirdlər. Məsələn, biz mənfi ədədlərdə bilirik ki, məsələn 0, mənfi 1, mənfi 2, mənfi 3. Uşaqlar, daha sağda duran, daha solda durandan böyük olur. Məsələn, mən sizə sual versəm, mənfi 3 böyükdür, mənfi 1. Mənfi 1 mənfi 3-dən böyükdür. Elə bilin ki, məsələn 1 ilə 3-ü müqayisə eləsək, 3 1-dən böyükdür. Amma mənfi olanda işarə əksinə baxacaq. Siz deyəcəksiniz, normalda deyəcəksiniz, müəllim, axı 3 1-dən böyükdür, amma mənfidə onun tam əksi olur. Mənfi 1 mənfi 3-dən böyük olur. Deməli, mənfilərin atanda kiçik olan böyük olur. Yaxşı, bu şəkildə fikir verin. Yəni, mənfi 3 böyükdür, mənfi 1, yəni ədədin müsbət halı kiçikdirsə, deməli, mənfi halı böyük olur. Bu şəkildə bu qaydanı yadınızdan çıxartmayın. Aydın oldu. İndi gəl müqayisə eləyək. Bircə dəqiqə, bu pozanla buranı niyə silmək olmadı? Bircə dəqiqə. Diqqətlə qulaq asaq. İndi lövhə açılsın, yerinə baxaq. İndi biz müsbətləri də onsuz bilirik. Yəni mənfiləri müqayisə edək. Məsələn, mənfi 4-də 1 var. Biri budur, biri budur, biri budur. Bu müsbətdir. Və görürsən, ikisi mənfi toqquşur, müsbət edir. Bu da müsbətdir. Bu da mənfidir. 4 dənə mənfimiz var. Qalanlar hamısı müsbətdir. Çünki axı bu da mənfi ilə toqquşur, müsbətə çevrilir. Mənfi ilə toqquşur, müsbətə çevrilir. Deməli mən mənfi 4-də 1-i, mənfi 8-də 7-ni, mənfi 10-da 3-ü, bir də mənfi 10-da 7-ni müqayisə edəcəm. Mənfi ədədləri müəyyən edin. Üzr istəyirəm. Müqayisə edin yox, müəyyən edin. Hə. Vəssalam da müəyyən elədik də. Mənfilər dedi. Müsbətlər qabağında müsbət olanlar da, olmayanlar da müsbətdir. 2 dənə mənfi yazılanlar da müsbət olur. Bunlar müsbət. Gördünüz? Bunlar müsbət, bu müsbət, bu da müsbət, bu da müsbət. Altında işarə olanlar da mənfilərdir. Vəssalam, lap sadə. Müqayisə eləsəydik də daha yaxşı olardı. Müqayisəni də aslında öyrəndiniz. Boş xanalara müsbət və ya mənfi işarəsinin uyğun olduğunu müəyyən edin. İndi gəl baxaq. Bax şagirdlər diqqətlə qulaq asın. İndi mən sizə bayaq dedim ki, bunu bir dənə qeyd dəftərinizə yazın. Mənfi ilə mənfi olarsa uyğun olur mənfiyə. Müsbətə daha doğrusu üzr istəyirəm. Bayaq dedim. Müsbətlə müsbət yanaşı gələrsə uyğun olur müsbət. Mənfi ilə müsbət yanaşı gələrsə olacaq mənfi. Müsbətlə mənfi yanaşı gələrsə bu ox işarəsində olacaq yenidən mənfi. İndi baxaq. Bax fikir verin. Müsbətlə mənfi yanaşı gəldi. Nə oldu? Mənfi. İşarələr eyni olanda müsbət, fərqli olanda mənfi. Bax görürsən 2 dənə eyni işarə. Müsbət. Aha, indi qulaq as. Müəllim deyəcəksən baxın burada 3 dənə var. Çaşma.
Sən riyaziyyatda təməl qaydanı bilsən, istənilən misalda vəziyyətdən çıxa biləcəksən, narahat olma. Sən birinci mötərizənin içinə bax, 2 dənə mənfi nə olur? Eləyir müsbət. Bu müsbət çöldəki mənfi ilə toqquşanda nə olacaq? İşarələr oldu, müsbət mənfi olacaq, mənfi, bəli. İndi bura baxıram. Fikir verin. Bax, mənfi qabağında elə bir işarə yazılıb ki, müsbətə çevrilib. Mənfinin qabağında mən mənfi yazsam, 2 dənə mənfi toqquşub müsbət eləyər də. Ona görə cavab belədir. Bəli, bu dərsimiz 9-cu səhifə bitdi. Növbəti səhifəyə də növbəti videoda baxa bilərsiniz. Sağ olun.